Son 2 gündür ki, Gürcüstan-Ermənistan sərhəddinin Sadaqlı gömrük keçid məntəqəsində yük maşınlarının sıxlığı və yol kənarlarında uzun növbələr yarandığı müşahidə olunur. Əməkdaşlarımız sözü gedən ərazidə olublar, daha ətraflı reportajı təqdim edirik. Ermənistan-Gürcüstan sərhədinin Qoqovan-Ququti sərhəd keçid məntəqəsi yük maşınlarına bağlandığı üçün Ermənistan-Gürcüstan sərhədinin Sadaqlı istiqamətində yük maşınlarının uzun növbəsi yaranıb. Bu isə minik avtomobillər üçün ciddi maneələr yaradır. Sürücülər bildirirlər ki, 2 gündür ki, Sadaqlı gömrük keçid məntəqəsində növbə yaranıb və nəticədə saatlarla, bəzi vaxtlarda günlərlə yollarda qalmalı olurlar. Onların sözlərinə görə Gürcüstan-Ermənistan sərhəddinin Ququti-Qoqovan sərhəddində ötən günlərdə yaranan texniki problem bu kimi növbələrin yaranmasına səbəb olub. Biz artıq 10-15 saatdır ki, buradayıq. Bizdən öncə tır parka daxil olanlar isə deyilənə görə 2 gündür ki, növbə gözləyirlər. Bizim günlərlə burada qalmağımız əlavə xərc deməkdir. Yaxşı olardı ki, gömrük əməkdaşları çox yubatmadan yoxlayıb buraxardılar. Deyilənə görə digər sərhəd bağlanıb. Bu səbəbdən belə növbə yaranıb. Yəqin ki, 1-2 günə hər şey qaydasına düşər. Qeyd edək ki, mayın 6-sında Ermənistan-Gürcüstan sərhəddindəki Qoqovan-Ququti keçid məntəqəsindən ağır yük avtomobillərinin hərəkəti dayandırılıb. Buna səbəb isə Gürcüstan tərəfində internet kabelin sıradan çıxması olub. Məlumata görə bugündən etibarən texniki problem aradan qaldırılıb və yük maşınlarının hərəkəti bərpa olunub.